En üzüldüğün yarış hansı oldu? Hem belə yandıran əlbəttə ki, Olimpiya oyunlarıdır. Hansı? Birinci, ikinci, Rio. Hə, Rio final yandırıb məni. Sonra OBC Olimpiya oyunları oyuna qatışanda. Sonra nə çatmadı, yaxşı. Sonra Tokyoda nə çatmadı? heç kim üstə yıxamaq istəmirəm heç nə. Yəni heç birimiz hazır deyil Olimpiyada. Yəni yalandan elə getdi. Amma birinci görüşdən elə bir dənə mən də elə 5-ə çıxmışam. Bir dənə də Irina ayrıca qızlarla məşğul idi. İndi qızların orada o 3-ə çıxdı. Oğlanlarda hamısı uduzdu. 3-ə çıxdı? Ha. Oğlanlar hamısı uduzdu. Amma həmən o Olimpiyada 21-də yox 20-də olsaydı onda daha yaxşı nəticə olardı. Yaxşı formadaydım 20-də. Çünki onda hamımız 19-da mən 1-də 2-yə çıxdım. Avropa oynardı, Avropa çempionatı, Masters yox. Bunlar yaxşı idi. Çox yer tutdu. Bütün Grand Prix Məncə Azərbaycanda ən titullu, yəni necə titullu, ən çox medal qazanan elə cüdo sənsən deyəsən, hə? Medal sayında hə. Medal sayında sən çox Dünyada birdə idim keçən ilə qədər. Sonra Macar qabaq. Birdə idin? Ha, medal sayında. Medal sayı. Sonra Macar mənə keçdi, bir medal keçən. Bir medal. O da karyerasını qurtardı. Ya burada güləşi 100 kilo güləşi. Məndən 2 yaş balacadır. Ya 2 ya 3. Onda elə 1-2 illə güləşəcək yəni. Keçdi də.